A-dan B-yə gələndə cismin yer dəyişməsi başlanğıcla sonu birləşdirsək, deməli, burada R-dir, burada R-dir olur. Burada düzbucaqlı üçbucaqdır. R kökü də 2 olur. Deməli, R kökdə 2-yə onlar S deyiblər. Daha sonra A-dan C-yə gələndə yer dəyişməsi, bura R-dir, bura R-dir, olur 2R. Onda 2R neçə S olar? İndi buradan R-i tapsaq, R bərabər olur S bölünsün kök altında 2. Gətirib onu burada yerinə qoyaq. R-in yerinə yazaq, S bölünsün kök altında 2. Yuxarını da, aşağını da kökdə 2-yə vursaq, onda alacaq S kökdə 2. Periodların kvadratlara nisbəti radiusların kubların nisbəti ilə mütənasibdir. T2 bölünsün T1-in kvadratı bərabər olacaq. L2-nin yerinə 3R, bir dənə də radius, yerin radiusu gələndə 4R verir. Bunun da kubu. Bu da bizə 64 verəcək. Kök alsaq bərabər olacaq 8-ə. Yəni ki, T2 8T olacaq. Hal-hazırda 4mj bərabər kx1-dir. Daha sonra buradan 3m götürüləndə sadəcə mj qalacaq. O da bərabər olacaq kx2-yə. Deməli, x1 bərabərdir 4mj bölünsün k-dır. x2 bərabərdir mj bölünsün k-dır. Yəni ki, 4 dəfə azalır. Çəkisi 120 Newtondursa, düz tən ortasından həmin qüvvəni qoyaq. 120, 120-nin də dayaqdan məsafəsi 1 damadır. Bu da eləyir 120 Newton vurulsun metr. Biz minimal qüvvə tətbiq eləmək üçün qolu çox götürməliyik. Çünki qüvvə ilə qol tərs mütənasib asılıdır. Ona görə də buradan qüvvəmizi qoyuruq. F qüvvəsi. Onun qolu 1, 2, 3, 4 damadır. Bərabər 120. F də bərabər olacaq 30 Newton. Məsələn, buradan qoysaydıq, onda 60 Newton olacaqdı. Minimal qüvvə olmayacaqdı. Sistemin impulsunu tapmaq üçün impulsları cəmləmək lazımdır. P1 x oxu istiqamətində gedir. Impulsun proyeksiyası müsbətdir. P2 x oxunun əksi istiqamətində gedir. Ona görə impulsun proyeksiyası mənfidir və bu bizə P verəcək. Sistemin impulsu P-dirsə, sonra da P olmalıdır. Müsbət aldığımız üçün x oxu istiqamətində sağa doğru götürəcək. Əgər mənfi P alsaydıq, onda sola doğru götürərdik. Lorentz qüvvəsinin düsturunda sürət var. Ona görə eyni olmayacaq. Dövrətmə periodu 2πm bölünsün QB-dir. Orada sürət yoxdur, eyni ola bilər. Əyrilik radiusu mv bölünsün QB-dir. Orada da sürət var, eyni olmayacaq. Bucaq sürəti omega bərabərdir 2π bölünsün t-dir. Yəni ki, QB bölünsün m olacaq düstur. Orada da sürət yoxdur, yəni eyni ola bilər. A bərabərdir f əvəzləyici bölünsün m-dir. O da QVB bölünsün m-dir. Sürət var deyə eyni olmayacaq. 2 və 4. Tezliyi 16 Hz-dən kiçik olan infrasəsdir. Səs lokasiyasında ultrasəs istifadə olunur. Vakuumda, ümumiyyətlə səs dalğaları vakuumda yayıla bilmir, havada yayıla bilir hər ikisi. B variantı. Tarazlıqda da deyirsə, deməli ona təsir edən Arximed qüvvəsi elə mj ağırlıq qüvvəsinə bərabərdir, yəni 60 Newton. Arximed qüvvəsi cismin mayeyə batan hissəsinə təsir göstərir və 60 Newtondursa, deməli hər hissəsinə elə bir 30 Newton düşür də. Gəlsək bura, indi baxın. Onda burada 33-ə vuranda 90 Newton eləyir. Cismin özünün ağırlığı 60 Newtondur. 90-dan da 60-a çıxanda qalır 30 Newton. Belə çıxır ki, 30 Newton əlavə lazımdır. 30 Newton əlavə də ki, 30-u da J-yə böləndə 3 eləyəcək, 3 kiloqram. Deməli, üzərinə qoyulan cismin kütləsi 3 kiloqramdır. PV bərabərdir, kiçik m bölünsün böyük m RT-dir. Buradan P-ni tapırıq. Burada eyni həcmli deyir, eyni kütləli deyir. Malyar kütlələri fərqlənir. R universal qaz sabitidir. Temperaturları da eynidir. Onda P
neon bölünsün P helyum bərabər olacaq M helyum bölünsün M neon. Tərs mütənasib aslı alınır. Helyumda 4'dür, neonda da 20. Bu da eləyəcək 5'də 1. Y variantı. F bərabərdir K delta L'dir. K'nın yerinə qoyuruq YS bölünsün E0 vurulsun delta L. Buradan delta L'yi tapırıq. Olur F L0 bölünsün YS. F eynidir. L0'ı da mörtəzədə veriblər. Eynidir. Material eynidirsə yük modulda sabit olur. Onda delta L S ilə tərs aslı olur. Deməli kvadratdır. Kvadratın bütün tərəfləri bərabər olur. Onda diaqonalı kökün altında A kvadratı üstəgəl A kvadratı, yəni A kök 2 olacaq. Müsbətdən intensivlik çıxır. Gəlin onun qiymətini yazaq. Y bərabərdir K küp bölünsün A kvadratı. Bu Y1'dir. Y2 də həmçinin müsbətdir deyə ondan da intensivlik xətti çıxır. O da K küp bölünsün A kvadratıdır. Gəlin bunların ikisinə də biz Y deyək. Onsuz da eynidirlər. Ancaq üçüncü, bu 3'dür. Bu 3'dür. İkincini indi yazacağım. Y2 bərabərdir K küp bölünsün A kökdə 2'nin kvadratı. Bu da verəcək K küp bölünsün 2A kvadratı. Yəni o birisilərdən 2 dəfə az olacaq. Müsbətdən çıxır və qiyməti amma Y böl 2 olur. Belə. Bizdə bu 2 dənə intensivliyin yekunu bax buradan belə tapılır. Kökün altında Y kvadratı üstəgəl Y kvadratı, yəni Y kökdə 2. Bir dənə də şəkildə var. Y böl 2 var. Onda bu ikisini cəmləyəcəyik. Bax qiyməti bu eləyəcək. İstiqaməti də yönələcək belə. Qiyməti də olacaq Y kökdə 2 plus Y böl 2. İndi biz əgər bunu mənfi eləsək, onda intensivlik xətti buna daxil olacaq. Mənfiyə daxil olur. Qiymətini də bayaq tapmışdıq ki, Y böl 2'dir. İndi bunların ikisinin yekunu bu istiqamətdə olur. Və qiyməti də olur Y kökdə 2. Onda 2 dənə intensivlik görürük. Biri belə yönəlib Y kökdə 2 şəklində, biri də belə yönəlib Y böl 2 şəklində. Y kökdə 2 Y böl 2'dən çoxdur. Ona görə də Y kökdə 2'dən Y böl 2'ni çıxacağıq və istiqaməti də böyük intensivlik istiqamətində yönələcək. Fikir versəz elə bayaq da belə idi. Onda istiqaməti dəyişmir. Ancaq ki qiyməti bayaq plus idi. İndi isə minusdur. Ona görə qiyməti azalır. Qoşulmuş kondensatorda gərginlik sabit olur. Q bərabər CU-dur. Q də C ilə düz mütənasib aslı olur. Deməli, birinci dövrədə L2 ilə L3 lampası ardıcıl, L1 onlara paraleldir. Onda gərginliklərə baxsaq, burada gərginlik U olacaq, burada U böl 2 olacaq, burada da U böl 2 olacaq. Eynidirlər də, ardıcıllılar, müqavimətləri də eynidir. Ona görə gərginlikləri də eyni olmuş olur. Mənbənin gərginliyi də sabitdir. İkinci dövrədə isə bura bağlanıb, onda L1 ilə L2 ardıcıl, L3 də onlara paraleldir. Onda L3 birbaşa mənbəyə paralel qoşulduğu üçün onun gərginliyi U olacaq. Bunların da gərginliyi olacaq U böl 2. İndi bir-bir baxaq. L1 əvvəl U idi, sonra oldu U böl 2. Gərginliyi azaldı. L2'ninki əvvəl U böl 2 idi. Sonra da elə U böl 2 olur. Dəyişmədi. L3'ünki əvvəl U böl 2 idi. Sonra oldu U. Artdı. Onda bunun parlaqlığı azalar. Bununki dəyişməz. Bununki isə artar. B variantı. Parlaqlıq güclə müəyyən olunur. P bərabər U kvadratı böl R düsturundan istifadə elədim. Cəryanları da bölə bilərdik. Amma ki mən gərginliyi böldüm. Termistor yarım keçircidir. Onu qızdıranda termistorun müqaviməti azalır. Dövrədəki cəryan şiddəti I bərabərdir. EHQ bölünsün R üstəgəl R termistor ardıcıl birləşmələrdə toplayıram. Bir də daxili müqavimət. Termistoru qızdıranda müqaviməti azaldığından dövrəyə gələn cəryan artır. Dövrədəki ümumi gərginlik U bərabər EHQ minus IR-dir. Dövrədəki cəryan artdığından ümumi gərginlik azalır. Ümumi gərginlik U bərabər V1 üstəgəl V2-dir. Ümumi gərginlik azalır. Rezistora baxsaq, rezistor üçün gərginlik V1 bərabərdir. I vurulsun R-dir.
Rezistorun müqaviməti dəyişməyib. Ona görə də cəryan artdığından V1 voltmetrinin göstərişi artar. İndi V2-yə baxıram. V2-ni buradan tapsam olacaq U minus V1. Mənbədə ümumi gərginlik azalıb. V1 voltmetrində gərginliyi artıb, özdə qabaqda minus işarəsi var. Aydın məsələdir ki, V2 voltmetrində gərginliyi azalmalıdır. Yəni ki, V1 artar, V2 azalar. Kütləsi 0,2-dirsə, ağırlığını tapırıq. 0,2-ni 10-a vurmaqla bu eləyir 0,2 Newton. Aşağı doğru deməli 0,2 Newton qüvvə var. Amper qüvvəsinə baxsaq, sol əl qaydası ilə təyin olunur. 4 barmağımız yönəlməlidir cəryan istiqamətində. Baş barmağımız onda amper qüvvəsinin istiqamətini göstərəcək. Nöqtə olduğu üçün əlimizin içini ekrana tuturuq. Yəni özümüz əlimizin üstünü görürük. O da aşağı yönəlir. Qiymətini nə qədər veriblər? Bərabərdir deyirlər. Heç nə, onda o da 0,2-dir. Eyni istiqamətdə olduqları üçün əvəzləyicini tapanda toplamaq lazımdır. Bu da eləyəcək 0,4 Newton. Weber maqnit selinin vahididir. İT. Fini T-yə böləndə ehiqini alırıq. Onu da I-yə bölsək müqavimət alarıq. Yəni gərginliyi cəryan şiddətinə bölürüksə, bu müqaviməti bizə verər. Elektrik sahəsinin enerjisi SU kvadratı bölünsün 2-dir. Mənbənin gərginliyi sabitdir. Burada da gərginlik U-dur, burada da gərginlik U-dur. Müqaviməti artırdıqda gərginlik dəyişməyəcək, çünki sabitdir də U konstantdır. S də dəyişmir, ona görə elektrik sahəsinin enerjisi dəyişməz. Maqnit sahəsinin enerjisi L kvadratı bölü 2-dir. L dəyişmir. Dövrədəki cəryana baxsaq, I bərabərdir, U bölünsün R. U sabitdir. Müqavimət əgər artırsa, onda cəryan azalır. Cəryan azaldığına görə maqnit sahəsinin enerjisi azalır. Elektrik dəyişməz, maqnit azalar. I təsir edici bərabərdir. U təsir edici bölünsün kökün altında R kvadratı üstəgəl XZ-nin kvadratıdır. Və XZ bərabərdir 1 bölünsün omega S-dir. 2pi T qalxır yuxarı. T bölünsün 2pi S. Onda I təsir edici olacaq. U təsir edici bölünsün R kvadratı üstəgəl T bölünsün 2pi S kvadratı. Tərs mütənasib aslı olmalıdır. AB cismini qabarıq sferik güzgüyə yaxınlaşdırdıqda onun xəyalının ölçüsü və yeri necə dəyişər? Deməli, hazırda uzantısı fokusdan keçmək şərti ilə belə gedirsə, bu da belə olur. Bunda uzantıları kəşişməlidir. Özləri kəşişə bilmir. Xəyal burada alınır. Belə. İndi biz cismi yaxınlaşdırdıqda gətirib bura qoyduq, tutaq ki. Bu şuada bir dəyişiklik yoxdur, amma o birisi dəyişəcək. Belə. Uzantısını çəkirəm. Güzgüyə yaxınlaşır və böyüyür. B variantı. Buyurun, indi qabarıq güzgüyə cismi yaxınlaşdırıram. Gördüyünüz kimi xəyal da yaxınlaşır, böyüyür. Uzaqlaşdıranda isə xəyal da uzaqlaşır və kiçilir. Çökük güzgüdə cismi yaxınlaşdırdıqda xəyal uzaqlaşır və böyüyür. Cismi uzaqlaşdırdıqda isə xəyal yaxınlaşır və kiçilir. Difraksiya qəfəsində D sinus fi bərabər K lambda olsa da, qəfəsin periodu tezlikdən, dalğa uzunluğundan, bucaqdan asılı deyil. Elə bil kondensatorun tutumu rezistorun müqaviməti kimi. Y foton bərabərdir Y kinetik üstəgəl A çıxışdır. Orada deyir sinklöfə, deməli çıxış işi eyni olacaq. Orada YK-nı tapıram. Y foton çıxılsın, A çıxış. YK da bərabər olur H nü minus H nü minimum. YK nü ilə mütənasib olur. 1 ilə 2-də tezlik eyni olduğuna görə Y1 Y2-yə bərabər olacaq. 3-də tezlik çox olduğuna görə
O bunlardan çox olacaq. A variantı. İşığın intensivliyindən asılı deyil. Ən kiçik enerjili görünən işıq. Görünən Y2-də şüalanır. Birincidə ultrabənövşəyidir, ondan sonra da infraqırmızı. Ona görə də Y2-yə keçid olmalıdır. Bu ola bilər, bir də bu ola bilər. Bunlardan Y6-dan Y2-yə keçid, bir də Y3-dən Y2-yə keçid. Amma bizdə deyir ki, ən kiçik enerji olsun, ona görə də Y3-dən Y2-yə keçidi götürməliyik. Eyni istiqamətdə təsir etdikdə qüvvələr toplanır. Əvəzləyicisini tapmaq üçün əks istiqamətdə isə çıxılır. 2 ədəd düşünək ki, toplayanda 14 eləsin, çıxanda 2, bu da 8 ilə 6-dır. Və 8 ilə 6 əgər perpendikulyar olsalar, kökün altında 8-in kvadratı üstəgəl 6-nın kvadratı kimi hesablanmalıdır. Bu da bizə 10 verir. Fi bərabər olacaq. Fi1, V1 üstəgəl Fi2, V2 bölünsün V1 üstəgəl V2. Birincidə 70 həcmi V'dir, ikincidə 50 həcmi 3V'dir, həcmlərin cəmi isə 4V'dir. Bu da olacaq 55. F-i tapmaq üçün potensial enerjinin dəyişməsini qarşıda mənfi ilə H-a bölməliyik. Bu da 80-dan 20 çıxanda 60 eləyir. 60-ı da 5-ə böləndə alacağım 12 Newton. İş əks işarə ilə potensial enerjinin dəyişməsidir. Periodun düsturu 2pi kökün altında LC-dir də. Kondensatorun yükünün amplitudunu artırmaqla asılı deyil. Sarxacın induktivliyini artırmaqla olar. Kondensatorun tutumunu artırmaqla olar, asılıdır. 3 və 5. İntensivlik xətləri istiqamətində getdikcə potensial azalır. Deməli, intensivlik xətləri belə qoyulub. 40-dan 30-a doğru. Müsbətdən mənfiyə. Yüklü zərrəciklərdən birincisi protondur, ikincisi elektrondur, üçüncüsü alfa zərrəcik, o da müsbətdir. Aha. Deməli, proton sahənin əksi istiqamətində gedəndə yavaşlayan gedir. Onun kinetik enerjisi azalmalıdır. 10 elektron volt azalar. Kinetik enerjisi azalar. Elektron özü mənfidir, müsbətə doğru gedirsə, ona təsir edən qüvvə də elə bu istiqamətdə olacağı üçün yeyinləşir. Yəni kinetik enerjisi artar. 10 elektron volt artar. Amma potensial enerjisi əksinə azalar. Protonun isə kinetiki azaldığından potensialı 10 elektron volt artar. Yəni yeni də götürürəm. Belə. Qaldı alfa zərrəcik. Alfa zərrəcik üçün diqqətli olaq. Çünki o helium 2, 4-dür. Onun yükünü 2 götürmək lazımdır. 20 elektron volt götürəcək onun enerjilərinin dəyişməsini. Və özü müsbətdir. Təbii ki də ona təsir edən qüvvə bu istiqamətdə yönəlir. Özü bu istiqamətdə gedirsə yavaşlayan gedir. Kinetik enerjisi 20 elektron volt azalar. Amma potensial enerjisi 20 elektron volt artar. Deməli, A bərabərdir, QU-dur, o da bərabər Q vurulsun, Fi1 çıxılsın, Fi2-dir. Bundan da eləyə bilərdik. Orada biz yazacağıq 2 Y, deməli Fi1 30, Fi2 də 40-dır. Bu da eləyəcək mənfi 20 elektron volt. Mənfi 20 elektron volt almışıqdır. Deməli, get-gedə kinetik enerjisi azalır. Kinetik enerji azalırsa, əksinə potensial enerji artır. Sürət koordinatının törəməsidir. 6T-dən törəmə alıram, 6 verir. T kvadratından da törəmə alıram, 2T verir. Sabitin də törəməsi 0-dır. Yeyinləşən bir hərəkət burada demək ki, baş vermişdir. Başlanğıc sürət 6-dır. Aha, 8. Nə qədər vaxtda sürəti 8 olacaq? Neçə saniyə sonra sürəti 8 olar? Onu bir dənə tapaq. 2T bərabər 2, T də bərabər 1. 1 saniyə sonra sürəti 8 olacaq. Bu anda onun yer dəyişməsidir. Bu fiqurun sahəsi. 6 üstəgəl 8 bölü 2 vur. Hündürlüyü də 1. 14 bölü 2, 7 metr verir bizə. Əvvəlcə izotermik genişlənir. Yəni temperatur sabit qalmaq şərti ilə həcmi artır. Daha sonra isə izobar qızdırılır, yəni təzyiq sabit qalır. Təzyiq sabit qalanda V ilə T düz mütənasib asılıdır. Hər bir
prosesdə 100 joule istilik miqdarı alır. Birinci prosesdə alınan istilik miqdarı ancaq iş görməyə sərf olunur. Ona görə ki, orada temperatur sabit olduğuna görə daxili enerjinin dəyişməsi 0 olur. İzobar prosesdə isə 100 joule istilik miqdarının 60%, yəni 60 joule daxili enerjinin dəyişməsinə, 40 joule isə görülən işə sərf olunur. Onda ümumilikdə 100 və 40. 140 joule iş görülər. 30-cu sual. Bu da modelin sualıdır. MV bölünsün QB yazırıq. Və nəzərə alırıq ki, MV kvadratı bölü 2 bərabər YU elektrik sahəsində. V də bərabər olur kökün altında 2YU bölünsün M. Bunu da orada nəzərə alırıq. M bölünsün QB, kökün altında 2YU bölünsün M. Yəni ki, kök altı mütənasib olacaq.